Hamıya salam. Gəlin etiraf edək. Google Tag Manager və Google Analytics adlarını eşidəndə, yəqin ki, çoxunuzun beynində bir sual yaranıb. Bir dəqiqə, bunlar eyni şey deyil ki? Əgər belə düşünmüsünsə, heç narahat olmayın. Tamamilə doğru yerdəsiniz. Çünki bu, demək olar ki, hamının ilk başda verdiyi sualdır və bugün biz bu məsələyə bir dəfəlik aydınlıq gətirəcəyik. Yaxşı, gəlin birbaşa mətləbə keçək. Bu iki alət arasındakı əsl, köklü fərq nədir? Və daha da vacibi, veb-saytınızın datası ilə işləyirsinizsə, bu fərqi bilmək sizin üçün niyə həyati əhəmiyyət daşıyır? İnanın mənə, bu sualın cavabını tam anladıqdan sonra data toplama prosesinə baxışınız tamamilə dəyişəcək. Gəlin görək bugün nələrdən danışacağıq. Əvvəlcə, bu qarışıqlıq hardan qaynaqlanır, ona baxacağıq. Sonra biraz keçmişə gedib, Tag Manager olmadan əvvəl həyatın nə qədər çətin olduğunu görəcəyik. Ardınca, GTM'in necə bir inqilab etdiyini, bu iki alətin əsas fərqini, yəni biri toplayır, o biri analiz edir, bunu tam aydınlaşdıracağıq. Və sonda bütün bu puzzle parçalarını birləşdirib tam mənzərəni görəcəyik. Gəlin başlayaq. Yaxşı, ilk olaraq başlayaq bu ümumi qarışıqlıqdan. Yenə deyirəm, əgər GTM və GA-in fərqini tam bilmirsinizsə, özünüzü pis hiss etməyin. Bu çox normaldır. Adlar bənzəyir, hər ikisi Google-undur, hər ikisi data ilə bağlıdır, insanın başının qarışmaması mümkün deyil. Amma əslində, onların gördüyü işlər bir-birindən tamamilə fərqlidir. Yaxşı, bəs bu fərqi daha yaxşı anlamaq üçün nə etməliyik? Gəlin bir anlıq zamanda geriyə səyahət edək. Təsəvvür edin ki, Google Tag Manager adlı bir alət hələ icad edilməyib. Yoxdur. Bəs o zamanlar veb-saytda hər hansı bir hərəkəti izləmək üçün nə edirdilər? Bax əsl hekayə də elə buradan başlayır. Deməli, köhnə günlərdə proses belə işləyirdi. Tutaq ki, siz marketologsunuz və saytınızdakı bir düyməyə neçə dəfə klikləndiyini bilmək istəyirsiniz. Birinci addım, gedib proqramçının qapısını döyürdünüz. İkinci addım, proqramçıdan xahiş edirdiniz ki, Google Analytics'in izləmə kodunu saytın öz kodunun içinə birbaşa yerləşdirsin və yalnız o, bunu etdikdən sonra məlumatlar Analytics'ə axmağa başlayırdı. İndi deyəcəksiniz ki, nə olsun ki? Problem nə idi? Problem çox böyük idi. Təsəvvür edin, hər xırda bir dəyişiklik üçün proqramçıdan asılısınız. Onların isə onsuz da başını qaşımağa vaxtı yoxdur. Siz sadəcə bir şey izləmək istəyirsiniz, amma cavab gəlir ki, 2 həftə sonraya plandadır. Dəhşətdir, elə deyilmi? Heç bir çeviklik yox idi, hər şey çox ləng gedirdi. Nəsə fərqli bir şey yoxlamaq istəyəndə isə cavab həmişə eyni idi. Bunun üçün gərək kod yazaq. Və baxın, bütün bu problemin, bu ləngliyin, bu asılılığın ortasında səhnəyə bir qəhrəman çıxdı, Google Tag Manager. GTM bütün bu baş ağrılarına son qoymaq və idarə etməni marketoloqların öz əlinə vermək üçün yaradılmışdı. Gəlin görək, bu alət oyunu necə dəyişdi. GTM-ni belə deyək, bir növ alət qutusu ya da konteyner kimi düşünün. Siz proqramçıdan sadəcə bu boş konteyneri bir dəfə sayta yerləşdirməsini istəyirsiniz. Vəssalam. Bundan sonra o konteynerin içinə istədiyiniz qədər izləmə kodunu, Google Analytics'dir, Facebook Pixel'dir, LinkedIn Tag'idir, nə istəyirsinizsə, özünüz bir sətir belə koda toxunmadan bir neçə kliklə əlavə edib çıxara bilirsiniz. Və gəldik bütün bu mövzunun ən vacib nöqtəsinə. Gəlin bunu bir dəfəlik aydınlaşdıraq. Google Tag Manager Google Analytics'i əvəz etmir, qətiyyən. Onlar rəqib deyil, onlar ən yaxşı dostlardılar, bir komandadılar. GTM sadəcə məlumatların Google Analytics'ə daha asan, daha çevi çatmasına kömək edən bir vasitəçidir. Biri poçtalyondursa, o biri məktubun çatdığı ünvandır. Yaxşı, bəs bu komanda necə işləyir? Gəlin indi onların rollarını dəqiq ayıraq. Biri toplayıcıdır, digəri isə analizator. Bax, bu fərqi anladığınız an hər şey yerinə oturacaq. O məşhur aha anı var ha, bax o an məhz indi gəlib çatdı. Gəlin baxaq, Google Tag Manager'in əsas işi nədir? Məlumatları başqa yerlərə, məsələn, Analytics'ə göndərmək. Özünün hesabatları varmı? Xeyr, qətiyyən. GTM'də heç bir report, heç bir qrafik görməyəcəksiniz. Bəs Google Analytics, onun işi məlumatları qəbul etmək, onları emal etmək və sizə möhtəşəm hesabatlar şəklində göstərməkdir. Yəni, biri göndər düyməsidir, o biri isə bütün məlumatların toplandığı analiz mərkəzidir. Bu qədər bəsit. Bir də bu event məsələsi var. Bu da biraz qarışıq gələ bilər, amma əslində çox sadədir. Baxın, GTM eventi saytda baş verən hər hansı bir hərəkətdir.
Kimsə bir linkə kliklədi, kimsə videonu oynatdı. GTM bunların hamısını görür. Bu sadəcə bir siqnaldır. Google Analytics eventi isə bizim GTM-ə dediyimiz bir əmrdir. Bax, əgər kimsə məhz bu linkə klikləsə, bunu Get Analytics-ə xəbər ver. Yəni GTM hər şeyi eşidir, amma biz deyəndə danışır. Yaxşı, kifayət qədər nəzəriyyə danışdıq. Gəlin indi bütün bu dediklərimizi bir real həyat nümunəsi üzərində görək. Təsəvvür edin, bir istifadəçi saytınıza gəlib və menyudakı linklərdən birinə klikləyir, pərdə arxasında nələr baş verir, gəlin addım-addım izləyək. Deməli, birinci addım, istifadəçi gəldi və menyudakı linkə kliklədi. Bu istifadəçinin hərəkətidir. İkinci addım, GTM dərhal bunu görür, aha, bir linkə kliklənildi. Bu bizim triggerimizdir, yəni tetikləyicimiz. Üçüncü addım, bu trigger işə düşür və bizim əvvəlcədən hazırladığımız Google Analytics tagini oyadır. Və nəhayət, dördüncü addım, həmin tag formatlaşdırılmış bir məlumatı, məsələn, menu underline link underline click adında bir eventi birbaşa Google Analytics-ə göndərir və bütün bunlar göz qırpımında baş verir. Yaxşı, demək olar ki, hər şey aydındır. Klikləri, səhifə baxışlarını izlədik. Amma gələk əsas məsələyə. Bəs konversiyalar, yəni bizim üçün pul gətirən biznesimizin canı olan o vacib hərəkətlər, qeydiyyatlar, satışlar, bu prosesdə GTM-in rolu nədir? Cavab isə gözlədiyinizdən də sadədir. GTM-in işi burada bitir. Onun vəzifəsi sadəcə qeydiyyat tamamlananda məlumatını Analytics-ə göndərməkdir. Vəssalam. Bu məlumatın vacib bir konversiya olub-olmadığına isə GTM qərar vermir. Bu qərar tamamilə və yalnız Google Analytics-in öz daxilində verilir. Yəni, proses belədir. GTM sign-up eventini Analytics-ə göndərdi. Siz daxil olub hesabatlarınızda sign-up eventini gördünüz. Sonra Analytics-in ayarlar bölməsinə girib həmin sign-up eventinin qarşısındakı balaca düyməni sadəcə aktiv edirsiniz. Bu qədər. Artıq Analytics bilir ki, hər sign-up sizin üçün vacib bir konversiyadır. Məlumatın haradan gəlməsinin heç bir fərqi yoxdur. Beləliklə, bütün bu danışdıqlarımızı bir cümlə ilə ümumiləşdirsək, ortaya bu çıxır. GTM datanı göndərir, Google Analytics isə o dataya bir məna verir. Biri kuryerdir, o birisi analitik. İndi ki, bu iki güclü alət arasındakı fərqi və onların birgə işləmə prinsipini tam anladınız, əsas sual sizədir. Bu biliklərdən istifadə edərək öz data toplama prosesinizi necə daha da gücləndirəcəksiniz? Hansı gizli qalan məlumatları üzə çıxarmağı düşünürsünüz? Artıq güc sizin əlinizdədir. Dinlədiyiniz üçün təşəkkürlər.